Hörmətli xanım Sədir, hörmətli həmkarlar, hörmətli media nümayəndələri. Biz heç bir zaman Ermənistanla sülh müqaviləsi imzalamaq üçün bu qədər yaxın olmamışıq. Və 2026-cı ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalamasına böyük ümidlər formalaşıb, böyük ümidlər yaranıb. Və sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edirəm ki, bu etimad mühitinin formalaşması ilə bağlıdır. İki xalq və iki dövlət arasında etimad mühiti yaranırsa sülh olur. Olmursa, deməli, sülhdən söhbət gedə bilməz. Ona görə bu günləri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına böyük ümidlər formalaşıb ki, həmin etimad mühiti ilə bağlı çox ciddi addımlar atılmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Qazaxstanda olarkən qeyd elədi ki, Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınmasından bağlı qoyulmuş məhdudiyyəti biz götürürük və ilk addım kimi Qazaxstan buğdasının Ermənistana məhz ölkəmizin ərazisindən keçməklə reallaşdırılacaq. Və bunun qarşılığında isə Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən sadəcə 5-ci İpək yolu forumunda dövlətimizin başçısına öz təşəkkürünü ifadə elədi və qeyd elədi ki, bundan sonra Türkiyədən Azərbaycana gələn mallar Ermənistan ərazisindən keçməyinə heç bir məhdudiyyət qoyulmayacaq və eyni zamanda Azərbaycandan da Türkiyə və Naxçıvan istiqamətində. Və elə bunun ardınca da bilirsiniz ki, növbəti etimad mühiti ilə bağlı hadisə baş verdi. Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə Ermənistanın analoji kateqoriyada olan insanların görüş təşkil edildi və məhz sülh gündəliyinin irəli aparılması ilə bağlı danışıqlar getdi. Sülh prosesinə vətəndaş cəmiyyəti institutları hansı dəstək verə bilər və bu ətrafda müzakirələr getdi və bundan sonra da bu ənənənin davam etdirilməsi ilə bağlı razılaşma əldə edildi. Və bütün bu sülh prosesinin, sülh təşəbbüslərinin müəllifi də ölkəmizin prezidenti Cənab İlham Əliyevdir və onun sülh siyasəti artıq 8 avqustda Vaşinqtondan başlayaraq öz müsbət nəticələrini verməkdədir. Və hörmətli xanım Sədir, sizə də təşəkkür edirik ki, Cənab Prezidentin müəyyən etdiyi bu sülh siyasətini həm də siz parlamentin sədri olaraq da ona dəstək verirsiniz və hesab edirəm ki, Cenevrədə sizin Ermənistanın parlamentinin sədri Alen Simonyanla keçirdiyiniz görüş və aparılan danışıqlar nəticə itibarilə məhz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalaması üçün əsas şərt olan etimad mühitinin formalaşması mənafeyinə xidmət göstərir. Çox sağ olun, təşəkkür edirəm.